Hamıya salam, hər gün gördüyümüz, pasportumuzdan tutmuş dövlət binalarına qədər, demək olar hər yerdə qarşımıza çıxan bir simvol var, Azərbaycanın dövlət gerbi. Amma heç düşünmüsünüzmü ki, bu qədər tanış olan gerbin istifadəsi əslində çox ciddi qanunlarla tənzimlənir? Gəlin bu qaydalara birlikdə daha dərindən baxaq. Yəqin ki, bu gerbi az qala hər gün görürsünüz. Bəs onun istifadəsinin arxasında hansı sərt qaydaların dayandığını heç fikirləşmişsiniz? Görəsən, gündəlik həyatda bilmədən hansısa qaydanı pozuruqmu? Gəlin görək, cavablar sizi nə dərəcədə təəccübləndirəcək? Gəlin hər şeyin təməlindən başlayaq. Qanun bu gerbi necə təyin edir? O sadəcə bir şəkil deyil ki, yoxsa daha dərin mənalar daşıyan bir rəmzdir. Gəlin onun hüquqi statusuna bir aydınlıq gətirək. Baxın, qanunun elə birinci maddəsi çox vacib bir məqamı vurğulayır. Dövlət gerbi sadəcə bir təsvir deyil. O, birbaşa konstitusiya ilə təsdiq olunmuş dövlət rəmzidir. Yəni, onun statusu ölkənin ən ali qanunu ilə qorunur. Bu, bütün digər qaydaların təməldaşıdır. Yaxşı, gerbin hüquqi statusunu bildik. Bəs ona qarşı bizim münasibətimiz necə olmalıdır? Qanun bu barədə çox aydın bir mövqe ortaya qoyur. Hörmət etmək sadəcə arzu olunan bir şey deyil, birbaşa məcburiyyətdir. Və bu hörmət vəzifəsində heç kimə, baxın, heç bir istisna yoxdur. Qanun açıq-aydın deyir ki, Azərbaycan torpağında olan hər kəs, istər vətəndaş olsun, istər əcnəbi, istərsə də vətəndaşlığı olmayan bir şəxs bu rəmzə hörmətlə yanaşmağa borcludur. Bu, universal bir qaydadır. Və bu sadəcə bir mənəvi borc deyil, qanunda birbaşa yazılıb, dövlət gerbinə hörmətsizliyin nümayiş etdirilməsi məsuliyyətə səbəb olur. Yəni, bunun arxasında konkret hüquqi nəticələr dayanan çox ciddi bir tələb var. Yaxşı, bəs bu qədər vacib olan bir rəmzi haralarda görməliyik? Qanun onun istifadə yerlərini də çox dəqiq şəkildə müəyyən edir. Gəlin indi qanunun bu daha praktik tərəflərinə nəzər salaq. Qanun ilk olaraq gerbin fiziki, yəni qabarıq təsvirinin harada yerləşdirilməli olduğunu deyir və bu yerlər dövlət hakimiyyətinin mərkəzi sayılan ən mühüm binalardır. Prezident sarayından tutmuş parlamentə, bütün məhkəmələrdən ta xaricdəki səfirliklərə qədər qanun bu binaların üzərində gerbin qabarıq təsvirinin olmasını tələb edir. Bu, sanki hər bir binanın dövlətin rəsmi nüfuzunu daşıdığının bir möhürüdür. Amma gerb təkcə o böyük rəsmi binalarda deyil, elə deyilmi? Gəlin indi də onun təsvirinin gündəlik həyatımızda qarşılaşdığımız sənəd və əşyalardakı istifadəsinə baxaq. Baxın, işin ən maraqlı tərəflərindən biri də budur. Gerb təkcə uzaqdan gördüyümüz binalarda deyil, hər gün toxunduğumuz, cibimizdə gəzdirdiyimiz əşyalardadır. Şəxsiyyət vəsiqəmiz, istifadə etdiyimiz pul, pasportumuz, hətta ölkənin sərhəd nişanları. Bütün bunlar gerbin təsviri ilə rəsmiləşdirilir. Bu da onun dövlət hakimiyyətinin gündəlik həyatımızdakı təcəssümü olduğunu göstərir. İndi isə gəldik çatdıq ən vacib hissəyə. Nələri etmək qətiyyən olmaz. Qanun bu barədə çox sərt və birmənalı qadağalar qoyur. Qanunun bu maddəsi çox birmənalıdır. Dövlət gerbini oturulan və ya ayaq basılan yerlərdə təsvir etmək olmaz. Bu, rəmzə olan hörmətin qorunması prinsipindən irəli gəlir. O, həmişə şərəfli, uca bir yerdə olmalıdır. Digər bir qızıl qayda da budur, gerbin təsvirini dəyişdirmək, ona əlavələr etmək və ya hər hansı bir şəkildə təhrif etmək qəti qadağandır. Onun bütövlüyü tamamilə toxunulmazdır. Yaxşı, bu yerdə ağla belə bir sual gəlir. Bu qədər vacib, bu qədər qorunan bir rəmzin müəlliflik hüququ varmı? Cavab isə bəlkə də çoxunuzu təəccübləndirəcək. Xeyr, yoxdur. Qanuna görə dövlət rəmzləri bütün xalqa məxsus olduğu üçün müəlliflik hüququ obyekti sayılmır. Amma bu, heç də onun müdafiəsiz olduğu anlamına gəlmir. Əksinə, onun qorunması daha yüksək səviyyədədir. Dövlətin özü gerbi qeyri-qanuni istifadədən birbaşa qoruyur. Yaxşı, bəs bütün bu qaydaların icrasını kim təmin edir? Əlbəttə ki, dövlətin özü. Gəlin baxaq, dövlətin bu rəmzin ləyaqətini qorumaq üçün hansı konkret vəzifələri var? Deməli, qanun dövlətin 4 əsas vəzifəsini müəyyən edir. Birincisi, əhalini maarifləndirmək. İkincisi, gəncləri bu rəmzə hörmət ruhunda tərbiyə etmək. Üçüncüsü, rəmzi ölkə xaricindəki təhqirlərdən qorumaq. Və dördüncüsü, ən əsası, bu qanunun icrasını təmin etmək. Yəni bu,
hərtərəfli bir dövlət strategiyasıdır. Beləliklə gəlib çatdıq ən həlledici suala. Yaxşı, bütün bu qaydaları bildik. Bəs kimsə onlara əməl etməsə, onu nə gözləyir? Və budur son, amma ən kəskin nöqtə. Qanun pozuntuları heç də yüngül qarşılanmır. Pozuntunun ciddiliyindən asılı olaraq məsuliyyət mülki məcəllədən başlayıb, inzibati xətalar məcəlləsi ilə davam edə və hətta, bəli, cinayət məcəlləsi ilə yekunlaşa bilər. Bu da dövlətin öz rəmzlərinə hörməti təmin etməkdə nə qədər qərarlı olduğunun ən bariz göstəricisidir.